Gününüz xeyirli olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdırıram. Xəbərə keçməzdən öncə burada bir üstəgəl işarəsi var. Ora bir dəfə vurmaqla kanalımızı takip etmiş olursunuz və ən son xəbərlərdən, ən vacib xəbərlərdən anında bildiriş əldə edirsiniz. Demək dəyərli izləyicilər, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu'nun korrupsiya ittihamı ilə rəsmi şəkildə həbs olunduğu bildirilib. Terrorla bağlı istintaq çərçivəsində isə İmamoğlu barəsində həbs qərarı çıxarılmayıb və bu istiqamətdə azadlıqda qalması rəsmiləşib. Məlumatlara görə İmamoğlu yaxın saatlarda Silivri cəzaevinə göndəriləcək. İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibi Can Akın Çağlar isə məhkəmənin qərarı ilə adli kontrol şərti ilə azadlığa buraxılıb. Digər tərəfdən Beylikdüzü Bələdiyyə Başqanı Mehmet Murad Çalık da həbs olunan şəxslər sırasına daxil olub. Bu hadisə Türkiyə siyasi gündəmində əks sada doğurub. CHP və İmamoğlu'nun tərəfdarları bu qərara etiraz edəcəklərini bildiriblər.